Sabahınız xeyir olsun, hamıya salam. Səhər bu günlərim birinci gündür, amma iş günü deyildi. Ayın 14-düdür, yox 16-sı. İş günü deyil. Qızlar yatırlar, Sara oyandı mənlə birlikdə. Elə ki, ondan gəldim ki, çayı hazırlayayım. Səhər yeməyini hazır eləyim. Belə dünənlərim qızların ürəyi tort istəmişdi. Akşam getdilər. Belə tort alıb gətirdilər. Yarısını yediler, yarısı qalıbdı. Belə ballı tort idi. Üstündə burada bəzəyi var idi, kremi xoşlarına gəldi deyə kremin yedilər üstündən. Belə indi onu çıxardım, bölüm qoyum. Çünki bilirəm tort varsa onlar başqa içine yeyəsi deyirlər. Ancaq tort yeyəcəklər. Bu da mənim suyumdur, elə doldururam hər gün belə ki, bunu gün ərzində içirəm, sonra yenə doldururam. Ən azı bir dənə bunu içirəm. Olur ki, yarısını da içirəm. İkisini düzün deyim içmirəm. Şey. Amma bir dənəsini 100% içirəm. Qaşıq istəyirsən, al. Gəlib buranda Sara dağıdıbdı. Gəlib nəsə götürür, bütün hər şeyi qaşır. Malaş eləyib gedir. Başladı səhər yeməyinə. İşte mən deyir ki, məni yedirdi. Özü də yeyib, ağzını qırağım var. Belə qaşıqda qoyuram, özü də götürür, qoyur ağzına. Gerək balaca doğrayım, vilkada verim ki, bu belə eləyim, vilkada verim ki, vilkanla elə batırıb özü yesin. Məş, oradan bir dənə vilka ver Saraya. Belə batır, göstər ki, ver mənə. Sara, bax, belə eləsin balam. Qoysun ağzına. Hə, al. Sən də götür qoy ağzına. Çay da hazır olsun, çay da verim Saraya. Suşulkanı da tez yığım. Həmişə səhər çay qoyuram. Çay qaynayana kimi, dəmləyənə kimi. Mən suşulkanı tez yığıram ki, sonra səhər yeyib qutarandan sonra o qabları təzədən bura yığaq. Çünki bunu yığmasam, bunun altındakı suyun üstünə təzədən su gəlir, su daşır da. Ona görə çaşqalar da elə bura qoyuram. Çünki indi çay süzəcəm. Ona görə. Buradan da götürürüz çaşqalarımızı. Bu Sara'nınkidir. Boşqabları da yerinə yığım tez. Bunu da uşaqların əlindən bura qoymuşuq, amma yenə də götürürlər. Boş-boşuna işlədirlər deyə. Ona görə əldə qoymuruq onu çox. Dünən moruq mürəbbəsi almışdıq. Dünən moruq almışdıq. Onu belə təmizlədik, qoyduq, şəkərlədik, qoyduq şirəyə. İndi səhər qoyuram onu bişsin duşa. Və 1-2 vedrə almışdıq. Sadəcə yarısı yeyildi elə. Uşaqlar da xoşlayırlar, yedilər. Ona görə bu qədər oldu. Burada hardasa 1 kilo 600'dür. Elə dünən axşam təmizlədik, şəkərlədik, qoyduq. Sadəcə suyu nəsə az çıxıbdı, elə bir. Şəkər çox ərimiyibdi. Bilmirəm niyə belədir. Amma qəşəng moruqlar idi. Belə dəymiş idi də, kal deyildi, dəymişdilər. Hamısı qəşəng qırmızı yekə moruqlardı. İndi bunu qoyum bişsin. Belə sonra gedim bankalar gətireyim. Bankalara doldurum bunu. İsti ucu dolduracağım da. Ona görə geyim tez gətirim ki, mürəbbə bişən kimi onu tez bankalara doldurum ucu. Qaşıq da götürün. Mürəbbə qaşığımız saldadır.
Hələ ki qarışdırmayım, qoy biraz belə isinsin. Elə bil ki ərisin də bu şəkər, sonra qarışdırma, yoxsa əzilər. Ucu demək olar ki hazırdır, belə köpük belə olanda, deməli paşçı hazırdır. Belə kəfini yığmıram mən, elə saxlayıram ən axırda. Ucu hazır olanda götürəndə yığıram. Ona görə hələ ki qalıbdır kəfi. İndi götürüm qazın üstündən, altını keçirim. Onda ucu kəfini yığacam. Elə 2-3 dəqiqədə qaynasın, все hazırdır. Bir kilo 600 idi moruq da, onu təmizləyəndən sonra çəkmişdik. Ondan bu qədər çıxdı. Ağzına falqa qoyuram belə. Qabaqlar salfetka qoydum, indi falqa qoyuram. Belə alındı. 3 dənə belə banka. Onsuz da moruq belə qışda narahat olanda adətən gətirib içirik. Belə adi vaxtı elə içmirik. Ancaq belə o soyuq dəyimi olanda. Bu qədər də kəfi çıxdı. Kəfini də içəcəyik. Mən də moruğun kəfini mən də xoşlayıram çayla içməyə. Belə. İndi bunları aparım qoyum o birisi mürəbbələrin yanına. Bir də inşallah moruq ucu da bugün məncə mürəbbə bəsdir, çünki hələ keçən ildən də qalıb. Bir də kompot eləyəcəyik. Kompotu bizdə çox yaxşı içilir moruğun. Keçən il elədik, birinci dəfə eləməmişdik heç. Gördük qəşəng uşaqlar çox yaxşı içirlər. Elə açmaqla içirdilər, qutarırdı. İndi ona görə dedik, bir də alanda moruğun kompotunu eləyək. Yenə başıma iş açmışam. Bura tozlanır tez-tez belə. Ona görə hər dəfə belə bunları çıxardıram. Matrası götürmüşəm. Bu fanerkaları da götürmüşəm. İndi buranı plisosdadım. Gətirdim ki tozunu da sileyim. Təmiz olsun bura. Həm də uşaqların əlindən bura şeylər düşürlər. Bu aradan keçir, salırlar. Sara eləyir əsasən. Buradan çoxlu karandaş tapdım, rəngli karandaş. Sara tökübdür, onları doldurubdur. Elə dedim, həm onları götürüm, həm də buraları sileyim. Plisosdadım, tozunu götürdüm. İndi belə sileyim, təmiz olsun. Sonra bura biraz gözləyim, qurusun. Sonra yerinə yığım təzədən hər şeyi. Bir də bunu istəyirəm, bu kravatı çəkim, bunun burasında toz soranlayım, silim. Amma özüm eləyə bilmədim. Görüm nətər eləyirəm. Ya da gərək yoldaşım gözləyəm, o da heç bilmirəm nə vaxt gələcək. Ona görə hövsələm yoxdur, gözləməm. Hep istəyirəm, elə tez eləyim, yerinə yığım ki, başqa işlərimi başlayayım, görüm. Ona görə görüm. Hələ ki bunların burada biraz belə tozları var. Onları silim, götürüm. Bunlar da qurusunlar. Çünki nəm əski ilə siləcəm. Belə də tamam sıxacam ki, çox nəm olmasın. Ondan silim. Bunlar da biraz qurusunlar ki, nəm-nəm ora yığmayım. Bir dənə
Belə şey olar. Nəm yığsam yaxşı olmaz da. Belə o kravatı da götürməliyəm. Saran kravatını da götürməliyəm ki, onu da təmizləyim. O hasantdır götürmək, çünki yüngüldür. Başı da bağlanır onun. Belə bağlayırsan balaca olur. Götürüb qırağa qoymaq olur. Asantdır onu. Onu da ora qoymuşuq ki, qışda qoyurduq. İndi gərək uşu götürüm. Divardan soyuq gəlməsin saraya. Ona görə onu ora qoymuşuq. İndi uje havalar istidir. Artıq götürüm, rahat yatsın. Burada hazırdır. Çəkdim kravatı. Sildim buranı da tərtəmiz. Belə tərtəmiz oldu. Belə sosladım birinci tozunu, sonra sildim. İndi qaldı saran kravatını çəkmək oradan. Saran kravatını çəkim. Onun altında təmizləyim. Buralar təmiz oldu şükür. İndi bir də sentyabrda belə buranı təmizləyəcəm. Belə ildə bir 4 dəfə təmizləyirəm, 3 aydan bir belə. Yenə də çox toz olur. Buraları çəkmişəm, bunların yeri belə qalıbdır. Buranı da bir əl belə silim. İndi gedim saran kravatını çəkim, onun altını təmizləyim. Dedim elə eləyim vaxtım varkən. Hər gün deyirəm sabah eləyərəm, qalır. Elə yaxşı elədim ki, tez bu işim də bitsin, bu yaylıq. Bir də payızda inşallah təmizləyərəm bu kravatı çəkib altını. Burada hazırdır. Kravatını saranı çəkdim. Buranı toz soranladım. Belə tozunu da sildim. Burada hazırdır artıq. Bura kimi idi toz. Çünki oradan silirəm. Əlim nə qədər çatır bunu salıb kravatın altını silirəm həmişə. Sadəcə bura əlim çatmırdı deyə əsasən bura tozu idi. Ona görə elə buranın tozunu əsas sildim. Belə. İndi biraz qurusun. Buralar ucu qurudular. Buralar ucu qupqurudular. İndi bura qaldı. Burada qurusun. Çəkim yerinə kravatı. Sarankini. Elə üstünü də düzəldim inşallah. Hazırdır hər şey. Belə mən niyə bunları çəkirəm? Çünki özüm belə videoları sevirəm. Belə ev işləri görsün kimsə. Mən elə belə blogerlərə baxıram da ki, hansılar ki ev işləri görürlər, ev təmizliyini çəkirlər, göstərirlər. Bu mənə də motivasiya olur da. Mən də baxıram onlarda deyirəm, ayda qoy mən də durum bu işimi görüm, o işimi görüm. Nəsə məsləhətli şeylər öyrənirəm. Ona görə mən də belə işlər görəndə həmişə çəkirəm ki, bəlkə kiməsə bu motivasiya olar da, o da bu işləri görər. Axşama yenə uşaqlar verməşil istədilər. Hər gün mən onlara nəsə bişirirəm də, əlavə, bişirdiyimiz yeməkdən əlavə nəsə bişirməliyəm. Makarondur, kartuşkadır, ya belə verməşildir. Yəni, ya yumurta olur, hərdən eləyirəm, belə çörəyə batırıb qızardıram, ondan da yeyirlər. Yəni, evdə bişən yeməyi demək olar ki, yemirlər də. Elə belə bir dəfə biraz yeyirlər, Axşama mən onlara məcburam ki, nəsə eləyəm əlavə. Belə birazını eləmişəm, burada qoymuşam soysun, onu da eləyim. Axşama bu qədər bəsdir, çox eləməyəcəm ki, sabaha qalmasın. Bunu da eləyim, bəsdir. Burada da gilənar yığmışıq, həyətin gilənardır. Suda qoymuşam, belə qaynanam yığıbdır bunları. Suda qoymuşuq. İndi buradan aş düzəndən çıxardım. Bunu yuyum, uşaqlar yesinlər, xoşlayırlar gilənar. Bu da tez qovrulur. Bunu tez qarışdırmaq lazımdır. Altına az qoymuşam. Biraz çoxaldım, tez qovrulsun. Tez bişirim ucu. Bayaqdan elə nəsə istəyirlər, mama bizə nəsə bişir. Özüm bişirmirdim ki. Deyirdim bəlkə evdə olan lobiya bişirmişik. Dedim bəlkə lobiyanı yeyərlər.
Gördüm yox, yemirlər. Axırda dedilər verməşi istəyirik dedim. Daha neyim yemək yemirlər. O yeməyi, bişirdiyimiz yeməyi yemirlər. Heç olmasa qobunu yesinlər. Əsas o da ziyanlı bir şey yeməsinlər. Belə yeməklər heç nə olmaz. Verməşini də qoğurdum bu qədər. Belə indi yağda onu birazca qovuracağam. Belə yağ tökdüm tavaya. Biraz da onda qovurum. Çaniki də qoymuşam isinsin. Çanik də isinsin. Demək olar ki isinibdir. İsti su tökəcəm üstünə. Biraz da duz əlavə eləyim. Bir də isti su tökəcəm, qoyacam bişsin. Belə eləyirəm mən verməşili. Belə suda eləyib təzədən süzməyi sevmirəm. Elə belə ondan elə bilirəm yaxşı alınır. O suda eləməkdən yaxşı alınır belə. İndi suyunu da töküm uje. Belə bu qədər tökdüm. İndi lazım olsa əgər yenə əlavə eləyərəm. Altını da azaldım. Həzin biraz da bişsin bu. Belə. Qapağını ver bunu mənim əlişim. Altını da azaltdım. Gətir qapağını da örtək. Ört. Hə belə. İndi bu belə hardasa bir 15-20 dəqiqə hazır olacaq. Şimdi oju hazırdır. Belə duzu az idi. Təzədən duz əlavə elədim. Belə suyunu çəkdi. Heç təzədən su əlavə eləmədim. Elənən su tökmüşdüm, o da bəsəy oldu. Belə. İndi çəkim uşaqlar yesinlər. Elə bayaqdan gedib gəlirlər ki, mama nə oldu, bişmədi? Bütün gün demək olar heç nə yeməyiblər, elə ondan bundan. Ona görə də indi safsam acdılar. Məliş bəsdir sənə? Hə, bəsdir. Götür. Lenka, dur gəl. Saranı gərək özüm yedirdim. Çünki verməşili töksə hər yerə, verməşil də yapışır sonra təmizləmək olmur. Bəs Rinka, götür, götür. Saraya da bu qədər hələ ki bəsdir belə verim. Belə eləyim, soyusun, az qoyuram ki soyusun. İstəsə yenə əlavə eləyərəm. Hə, haycan, gəl, gəl. Qablar yuyuldu. Bir dənə verməşil elədim, nə qədər qab çıxdı. Belə qazın üstünü təmizlədim. Burada qaralır belə. Həmişə bu qaralır. Bunlarda heç nə olmur. Burada soda indi tökəcəm. Soda tökürük bir həftə belə. Hər gün dəyişirik də. Soda tökürük. Elə bir soda oranı ağardır. Demək olar ki aparır. Tamam. İndi gətirim soda töküm ora. Belə. İndi saranda az qalıbdı. Birazdan bir saat aparacam yatıram. Yatsın, biraz çıxım şəhərdə, biraz gəzək yoldaşımla. Neçə gündür çıxıb gəzirik. Elə rahat oluram hər axşam çıxıb gəzəndə. Belə suyumu da içim. Bugün bir qrafinkan boş belə içmişəm. İndi də yarısına çatmışam. Elə biləm axşama kimi onu da qutararam. Belə saran yatırım, çıxım biraz gəzək, bir saat gəzirik. Adam elə rahat olur, yüngül olur. Sadəcə gərək gələndən sonra heç nə yeməyək. Bir dəfə gəldim. Özümü saxlaya bilmədim. Biraz yemək yedim. Gördüm, yox, narahat oldum. Bütün gecəni narahat olmuşam. Ona görə gərək elə gələndən sonra heç nə, ancaq su içəsən elə yaxşı olur.